İmam Həsən əleyhissalamın söz salışı barədə etirafları. Tərəfdarlarının süslüyündən təsirlənən İmam Həsən əleyhissalam bir gün onların qarşısında buyurdu: "Təəccüb edirəm o cəmaata ki, nə dinləri vardır, nə də həyaları. Vay olsun sizə! Muaviyə məni öldürməyiniz üçün sizə verdiyi vədlərin heç birinə sadiq qalmayacaqdır. Əgər mən Muaviyəyə beyyət etsəm, şəxsi vəzifələrimi indikindən daha yaxşı yerinə yetirəcəm. Amma əgər hökumət Muaviyənin əlinə keçsə, o babam Peyğəmbər sallavatullahın dininin icrasına imkan verməyəcəkdir. And olsun Allaha, əgər sizin süslüyünüz və vəfasızlığınız ucbatından çarəsiz qalıb, müsəlmanların əmirliyini Muaviyəyə versəm, əmin olun ki, Bəni Üməyyənin hökumətində xoş gün görməyəcək və saysız zülmlərə məruz qalacaqsınız. Sanki elə indidən görürəm ki, sizin övladlarınız onların övladlarının qapısı önündə dayanıb su və çörək istəyirlər. Hansı ki, həmin su və çörək sizin övladlarınızın idi və Allah bunu onlar üçün istəmişdi. Amma Bəni Üməyyə sizin övladlarınızı öz qapılarından qovacaq və haqlarından məhrum edəcəkdir." Sonra İmam Həsən əleyhissalam bunu əlavə etdi: "Əgər Allahın düşmənləri ilə döyüşmək üçün döyüşçülərim olsaydı, əsla xilafəti Muaviyyəyə həvalə etməzdim. Çünki xilafət Bəni Üməyyəyə haramdır. And olsun Allaha, nə vaxta ki Bəni Üməyyə müsəlmanlara əmirlik edəcəkdir, müsəlmanlar xoş gün və asayiş görməyəcəklər."